Salam dəyərli izləyicilərim. Bugün qızımla biz çox maraqlı, qəşəng bir kəsmikli piroq hazırlamışıq. Adı da mələyin göz yaşları. Çox dadlı, çox belə incə bir piroqdur. Həmiri üçün bir yumurtanı 2 xörək qaşığına şəkərlə yaxşı qarışdırırıq. Ayrı bir qabda 150 qram un və 1 çay qaşığı qabartma tozu ilə qarışdırırıq. Bura gedir 80 qram kərə yağıdır. Sürkəsindən keçiririk ona. Sonra onu tökürük yumurtaya. Alınmış xəmiri qoyuruq soyuducuya, heç olmasa yarım saata. İndi hazırlayıq içliyi. İkinci soyudu bu. 450-500 qram kəsmiyə 3 yumurta sarısı qatırıq. Vanilin qatırıq. Sonra 2 xörək qaşığı manna yarması, 150 qram şəkər qarışdırırıq hamısını və xama qatırıq 100 qram. Xəmiri çıxartırıq soyuducudan və belə yayırıq və qoyuruq formaya. Məndə forma 28 santidir diametri. Və belə görürsünüz, belə forma veririk. Burada mən smetan qatıram, xama qatıram. Videoda düşməmişdi, sonra bura əlavə etdim. Bu belə kütlə alınır. Sonra formanı doldururuq kəsmikli içlə. Sobada hazırlayırıq 180 dərəcədə. Bu da 3-cü qatda. Yumurtanın 3 dənə yumurtanın ağı qaçırırıq 3 xörək qaşığı şəkərlə. Görürsünüz, bu belə kütlə alınır. Deməli, piroqu çıxartırıq sobadan. Harsa orada 25 dəqiqə hazırlanır. Sonra qatırıq bu 3-cü kütləni. Üstünə belə qaşıqla bəzək veririk. Nə qədər çox bəzək versək, o qədər orada çox göz yaşı çıxacaq. Deməli, 3-cü kütləni qoyanda yenə sobaya qoyuruq və harsa 10-15 dəqiqə hazırlayırıq. Çıxartırıq. İsrazu dərhal sonra üstünə açırıq və belə gözəllik alınır. Görürsünüz necə göz yaşları qəşəng çıxıb. Siz də hazırlayın. Çox dadlıdır, çox gözəl, dadlı. Hazırlayarlar, nuş olsun.